İslam aleminde birçok büyük günahlar vardı ki onlardan da biri valideyne ağ olmak. Yani valideynin insan boynunda olan hakların pozmak. Bu Allah yanında büyük günahlardan sayılır. Kur'an-ı Kerim'de 4 yerde Allah Teala özüne itaat, özünə bəndəçilik eləməklə bahəm valideynə ehtiram eləmək, itaat eləmək haqqında ayə buyurubdur ki, Allaha itaat, ikinci valideynə itaat. Yəni bu qədər bir mühüm məsələdir və buna görə də Allah bir dənə vov hərfi ilə bu məsələni özünə itaatlə bahəm gətiribdir. Bir var arada bir söz ola, yox. Elə baxırsan ki, özünə itaatlə valideynə itaati bir yerdə qeyd edir. Bu o qədər mühüm bir məsələdir ki, İmam Rıza əleyhissalamdan rəvayətdə buyurulur ki, indi burada mən əsas istəyirəm atanın haqqında qeyd eləyəm. Həzrət buyurur ki, atanın ölümündən sonra sizə tövsiyə eləyirəm ki, onun üçün dua edəsiniz. Və Həzrət buyurur ki, kim atası sağ ikən ona hörmət edib, dünyasını dəyişəndən sonra ona dua etməsə, Allah onu qohumları ilə ünsiyyəti kəsmiş kimi qiyamətin günündə məhşərdə cəza verəcəkdir. Diqqət olunası məsələyə baxaq. Yəni, ata sağ olarkən ona hörmət edirsən, ehtiramını saxlayırsan, əziyyətini çəkirsən. İndi bax, ata dünyasını dəyişdi. Bilirsiniz ki, Allah yanında böyük günahlardan biri də budur ki, silə-i rəhm eləməsən, böyük günahkarsan. Yəni, silə-i rəhm budur ki, valideyn və qohum-əqraba. Bunlardan gərək əlaqanı kəsməyəsən. Onlarla gərək silə-i rəhm eləyəsən. İndi mən atamın bu qədər zəhmətini çəkmişəm, ona ehtiram eləmişəm dünyada, xəstələnəndə çiynimdə gəzdirmişəm, bunları eləmişəm. Amma indi atam öldü, ata üçün dua eləmirəm. Bu qədər əziyyətin müqabilində İmam Rıza əleyhissalam buyurur ki, sən elə bir silə-i rəhmi kəsmirsən. Gör, nə qədər günahkarsan, hərsən ki, sən bu işləri görmüsən, ata üçün çox şey eləmişsən. Yəni, onun elədiklərin müqabilində bir şey eləməmişəm, amma ehtiramını saxlamışam, hörmət eləmişəm, çörəyimi vermişəm, qulluğunda dayanmışam. Amma deyir, dünyasını dəyişəndə onun üçün dua eləməsən, elə bilgən ki, silə-i rəhimdən əl çəkmişsən. Gör, nə qədər böyük günahdır. Biz balaca məsələ bilməyəcək bunu. Demək, ata ki, dünyasını dəyişdi, mütləq onun üçün dua eləməlisən. Dua eləməsən, silə-i rəhimi tərk eləmişsən. Və indi İmam Baqir əleyhissalamına buyurur, hər kəs valideyni sağ ikən onlara yaxşı baxa, onların qulluğunda dayana, xidmətində ola. Amma Həzrət buyurur ki, dünyasını dəyişəndən sonra valideynin, misal üçün, atasının borcunu ödəməyə, təxminən bir 10 gün bundan qabaq tanıdığım bir möminlərdən var idi. Elə mətbuata qoymuşdu, danışırdı. Valideynlə danışırdı, çox ehtiramla, planla. Amma əlimdə, yəni, üstörtülü deyirəm, çox dəqiq, 100% bilirdim ki, atasının borcu var və neçə dəfə də deyilib ona ki, sənin atanın borcu var, sən də bilirsən. Deyib, bəli. Altında maşın alır, amma aparıb atasının borcunu vermir. Ona görə mən bu misalı çəkirəm ki, İmam Məhəmməd Baqir əleyhissalam buyurur ki, valideyni və hörmət eləmişsən, əziz tutmusan, amma dünyasını dəyişəndən sonra onun borcunu verməsən, ağ valideynlik sənə yazılacaqdır. Ağ valideyn budur ki, yəni Allahın sənin boynunda qoyduğu ata, ana haqqını sən əda eləməmsən, ağ olmuşsan ona, yəni üzünə qayıtmışsan. Ağ valideynin çox mənası var. Ata-ananın üzünə qayıtmaq böyük günahdır, bu ağ valideyn sayılır. Borcunu ödəməmək günahdır, böyük xidmətində olmamaq. Bunlar hamısı ağ valideyn sayılır. Yəni atam cəhənnəmdə də yansa mənim nə dəxli var? Bu o deməkdir. Sən bilirsən ki, atonsa borcu var falan kəsə, sən də o işdə varsan, eşitmirsən və aton da sənə deyib ki, mənim borcumu ver. İndi niyə vermirsən? Altıva maşın ala bilirsən, amma
amma aton cəhənnəmdə yanmana razısan? Bax, bu bizim o, necə deyərlər, böyük nöqsanlarımızdandır. İnsan gərək həm valideynin dünyada qulluğunda deyənə, həm də dünyasını dəyişənə qədər, valideyn ki, dünyasını dəyişib, özü də dünyasını dəyişənə qədər ata-ananın haqqında dua eləməlidir və elə bir sağdı aparıb onun borcunu da verməlidir və ilaxirə. Bax, bu kimi. Yəni, ata-ananın haqqı ilahi haqqla eyni dərəcədədir. Yəni, bu mənada ki, yəni, itaətində olmalıdır. Allahın veri İzzət-i Cəlalına bizi valideynlərin həm dünyada, həm ahirətdə olduqları zaman onların xidmətində olanlardan qərar versin inşallah və bizi ağ valideyn eləməsin. Peyğəmbər, Ali Peyğəmbər xatirinə o valideynlərimiz ki, bizlərə dünyada dini tanıdıblar, Allah'ı tanıdıblar, dünyalarını dəyişiblər. Allah onları Peyğəmbər, Ali Peyğəmbərdən ayrı salmasın.